Salam əziz uşaqlar. 13 aprel 2025-ci il 9-cu siniflərin buraxılış imtahanlarının suallarına baxaq. Mətnimizi oxuyaq. Lake Aral or the Aral Sea is situated in Central Asia. Aral gölü və yaxud Aral dənizidir. Mərkəzi Asiyada yerləşir. The name of the sea means Sea of Islands because of the many islands in it. Adı deyir, mənası çoxlu adalar deməkdir. Çünki orada deyir çoxlu adalar var. The Aral Sea has two main sources of water, the Amu Darya and Sir Darya rivers. It has cold winters and hot summers. Onun deyir iki deyir su mənbəyi var. Amu Darya, Sir Darya və deyir qışda soyuq və yayda çox isti olur. They are gets very little rainfall. Burada deyir çox az deyir şəlalələr var. The Aral Sea was once the fourth largest lake in the world. Dördüncü ən böyük göldü dünyada. However, the sea started to disappear in 1916 as most of the river water which ran to the Aral Sea was used for watering cotton fields before it reached the sea. 1960-cı illərdə deyir, baxmayaraq ki, də yox olmaq təhlükəsindədir, olub. Çünki deyir, çayların bir çox əksəriyyət çayların suları deyir, nə üçün deyir istifadə olunub? Pambıqlar üçün deyir, əkinlər üçün də istifadə olunub. Dənizə çatmamış. So the direction of the rivers changed. Ona görə də məsafəsi, yəni istiqaməti dəyişilib deyir çayların. At the end of 19th, the sea lost so much water that three different parts of the sea were formed. Deyir, nəhayət 1900-cu illərdə deyir, üç hissəsi deyir ki, neynir, yox olmuşdur. Suyun çox hissəsi yox olmuşdur və üç hissəyə bölünmüşdür. The changes to the Aral Sea are serious danger for the environment and human health. Bu dənizin deyir, dəyişməsi, Aral dənizinin dəyişməsi ciddidir, ətraf mühit və insan sağlamı üçün problemdir. In the past, the Aral Sea had plenty of fish and sea products. Əvvəllərdə, keçmişdə də Aral dənizində çoxlu deyir, balıqlar, dəniz məhsulları vardı. Now fresh water sources are reduced and health problems have appeared. Deyir ki, burada deyir yoxdur deyir, yeni su, yəni təmiz su yoxdur və deyir, burada deyir, sağlamlıq problemləri baş verir. The fishing business in the area is destroyed. Məhv olub deyir, balıq biznesi. Today only 10% of the sea exists and it will get dry in future. Yalnız deyir, 10% su deyir, mövcuddur və bu da deyir, gələcəkdə yox olacaq. Nədir deyir burada? 8-ci sualda düzgün cavabı seçirik. What was the purpose of changing direction of the rivers running to the Aral Sea? Nə idi deyir səbəb ki, budanın istiqamətinin dəyişməsi? Burada qeyd etmişdi ki, onlar onu nə edirdi? Baxın, yuxarıda direction, bax bu hissədə arası was used for watering cotton. Yəni sulanma üçün. To find new water resource, avəndi deyil. To reduce the water of the Aral Sea, təmizləmək üçün o da deyil. Draw tourist attention, yəni turistlərin diqqətini çəkmək üçün, xeyr. Develop fishing business, balıq, xeyr. To water, Y variantıdır. Balıq deyirəm. Pambıq ərazilərinin sulanması üçündür. Y variantı doğrudur burada. Burada Y variantı yaza bilsəm. Üzərinə bir dəqiqə burada Y variantı, bəli, Y variantımız doğrudur. Növbəti sualımıza baxaq indi. What is the passage mainly about? Mətin nə haqdadır? Mətin the rivers watering cotton fields, çaydır pambıq sahələrin sulanması üçün. Xeyr, the sea in danger of disappearing. Dənizdir, təhlükədə və yox olmaqdadır. Bu ola bilər. Eləcə, island surrounded by the Aral Sea, adadır, Aral dənizini əhatə edir. Xeyr, fish and other sea products, bu da deyil. The climate of the Aral Sea, iqlimi, xeyr. Burada elə B variantıdır, doğru variant olacaq B variantımız 9-da. Yəni, təhlükədə, yox olmaq təhlükəsində olan Aral dənizi. Daha sonra isə növbəti sualımıza baxaq. Növbəti sual 10-cu sualımızda belə deyək, nədən bəhs edir? Complete the sentence according to the passage. Mətnə uyğun olaraq neynirik?
sualı cavabını tapırıq. Mən burada desin bunları sildim. Kompleks aralsı, Aral dənizi nə edirdi? General to water at the end of yox. Is now used for the fishing industry. Seawater from two main water sources. Has warm winters and cold summer. Burada nə idi? Görək. Hot summer vardı. Yox, burada deməli A variantı səhvdir. Yay idi, qışı soğuk. Is full of fresh water. Xeyr. Is now used for the fishing industry. Receives water from. Burada Y variantı ola bilər. Çünki belə deyək, Aral dənizi nə təmiz su mənbəyi deyil və yaxud çoxlusuna is your fishing industry yoxdur. Receiving water from two main water resources əsasəndir. Bu da E variantı daha uyğun gəlir. Genital water at the end of yox. 2009-cu illərin sonunda burada yox olurdu. Baxın bu hissədə deyir yox olurdu. Demirdi ki orada çoxlu su mənbəsi idi. Elə Y variantı doğrudur. İndi biz bunu sualımızı böyüdək. Yanlış variantımızı seçirik indi. Today the Aral Sea is one of the world's largest lake. Dünyanın ən böyük gölüdür. Xeyr, elə yanlış elə bu olar məncə. B-yə baxaq. Nədir? There are a lot of islands. Bəli, çoxlu da vardı. Very little rainfalls. Bəli, çox az şəlallar, yağışlar. Sonra the Aral Sea started to disappear. Bəli, 20-ci əsrin əvvəlində. The name of the Aral Sea connected with island. Bəli. Elə A variantı doğrudur. Və 13-cü sualımızda which statements are true? Yəni doğru olan cümləni seçirik yenə. As the Aral Sea dries, it becomes a danger for the environment. Bir doğrudur. Düzdür. Daha sonra bunu yazmayan bir formaya keçirə bilsəydim. Daha nədir? Növbəti biri götürdük deməli. Sonra, three parts were formed on the Aral Sea because of heavy rainfall. Yağışlara görə deyildi. Bu tam əksiydi. Qurumaya görə idi ki, yanlışdır. Today only little part of the Aral Sea exists. Yalnız az isə, bəli 10% idi. Bu doğrudur. The level of the water in the Aral Sea will rise in the future. Qalxacaq, yox. Burada olacaq 1, bir də 3. Necə? 1, də 3 doğrudur. Növbəti sualımıza baxaq. 13-cü sualımız artıq mübtədə xəbər uzlaşmasıdır. The language courses cəmdədir deyə 2 ilə 3 doğrudur. Cəm olaraq 2 və 3 doğru variantdır. Neither nor və not only but also'dur. Baxırıq xəbərə. Nəyə baxmalıyıq? Xəbərimizə baxmalıyıq. Görməliyik ki, was'dır. Was'dırsa, deməli bizə təkdə işlənən lazımdır. İz ilə nor işləmir. Niz ilə or işləmir. Not olsunun bat olsosu yoxdur. Boz orla işləmir. E variantı doğrudur. Neither the post office nor the bank was open. Y variantı doğrudur. Çünki izə orla işlənir. Neither norla, not onla, bat olsonla, boz isə ənlə işlənir. Uşaqlar bunu yadda saxlayın. Keçən də düşmüşdü bu ifadələr. Bağlayıcılar sonra. 15-ci sualımızda isə baxırıq nəyə? Zamana baxırıq. In 2 weeks deyir. 2 həftəyə deyirsə gələcəkdir. I don't think you to read. To var. Məstər to həm də modal feildir. Haven't deyə ifadəmiz yoxdur. Bilirsiniz, haven't to deyə ifadəmiz yoxdur. I don't think you will'dən sonra be olur. D variantı da ona görə getdi. Should'dan sonra to işləmir. Will be able to read the whole novel in 2 weeks. I don't think you will. Mən düşünmürəm ki, siz oxuyacaqsınız 2 həftəyə. Wouldn't-dan sonra da be-si yoxdur deyə olmaz. C variantı nədir? Doğrudur. Modal feillərimiz yazıda qalsın ki, will-dən sonra həmişə be olurdu. Want-dan sonra da B variantında orada want-dan sonra be yazmadığına görə səhv idi. 15-ci sualımızda tapdıq. 16-cı sualımız nədir? Last month. Last month nədir? Keçmiş zaman. Keçmiş zamandır və burada puldan söhbət gedir. Keçmiş zaman olduğuna görə will olmaz. A getdi. Davam edici zamanda getdi. C variantı da getdi. This spent. Elə D variantı nədir? Doğrudur.
did, spent sözüdür ki, belə deyim, adi zamanda yazılıb yəni. Doğrudur. 17-ci sualımızda isə I like trousers. Trousers cəmdədir. Ona görə nə edirik? D və C-ni silirik. Və qaldı A, B, C. C, A variantında it is-dən sonra cümlə gəlməlidir. It is color, o rəngdir demir. Onun rəngini xoşlamıram deyə. It is-ə görə uyğun gəlmir. Qaldı B və C. Əslində belə deyək uşaqlar, Amerikan variantında Z-yə də danışıq dilində götürülür, amma bizdə C variantı götürülür, doğru. Variant kimi. Burada üzərində yazmaq nişanımız necə oldu bizim? Onu eləyə bilərdik. Aha. Burada nə gəlir? C variantı. 18-ci tapşırığımızda isə opposite, bir-birinin əksini götürürük. Agree, razılaşmaq, accept, qəbul etmək, forget, unutmaq, bir-birinin begin başlamaq, startda başlamaqdır. Forget, unutmaq, remember, xatırlamaq. Burada B variantıdır. Inter, daxil olmaq, səfər etmək, visit, see, here, bir-birinə tamam. Opposite, bir-birinin əksi, forget, unutmaq, remember, xatırlamaq. 19-cu tapşırığımızda isə the person who is head of deyirsə başçısıdır. Məktəbin başçısı kim idi? B variantı, principal, spy, dedektiv idi, principal rəhbər idi, operator, hairdresser, saç ustası, lawyer, vəkil kimi işlənirdi. Burada D-dən sonra baxaraq ki, nə verilib? Have verilib. D təki və cəmi eyni olan isim olduğuna görə have-lə işlənirsə, deməli bu cəmdədir, has-lə işlənirsə təkdədir. Ona görə bu cəmdə olduğuna görə mən bunun ikinci tərəfini Z verməliyəm. Ona görə haven't getdi, don't it də getdi, have Z vergüldən sonra inkar olmalıdır. D variantı doğru götürəcəklər. Növbəti tapşırığımıza baxırıq. İndi bunu ataq buradan. Növbəti tapşırığımızda isə nəyə baxaq burada? Match etməyə. Match the words to the definition. Exhibition sərgidir. Daha sonra dessert nə idi? Qəlyan altı nahardan sonra yediyimiz şirin yağ deməkdir. İzaya arzudur. Exhibition sərgi olduğuna görə bunu nə edirik? Sərgi public show. 1 C-dir. 2 sweet food B-dir. 3 də nədir? Desire A variantıdır. 1C, 2B, 3A, 1C, 2B, 3A burada olacaq C variantı. Late uzanmaqdır. Nəyin çarpanı, nəyin üzərinə uzanırsan, ona görə 10 olmalıdır burada. O da elə D variantı nədir? Doğrudur. Digərlər of, on, in, for üçün, viziyirlər, from, dan'dır. Heç bir uyğunluq gəlmir. Növbəti artiklımızda streetdən sonra əvvəl Z artikl olmalıdır. Elə B variantı doğru variantımızdır. Növbəti tapşırığımıza baxaq. Burada 24-cü tapşırığımızda isə deyir ki, düzgün passive voice. Passive voice baxırıq ki, stol sözü nədir? Keçmiş zamandadır. Bu stil sözünün nə idi? Keçmişidir, stol olur. Bitmiş zamanda da burada in artıraq stolen olacaq. Keçmiş olduğuna görə A variantı doğrudur. Was stolen olacaq. Suitcase önə keçir. Təkdə olduğuna görə was-landır. Bizim zamanımız keçmiş olduğuna görə has olmur. Is indiki zamanda olmur. Was stolen someone olmaz. Çünki someone ilə mübtədamızdır. Was-dan sonra da been işlədilmir. Bitmiş zaman deyil bu. Ona görə elə A variantı doğrudur. Növbəti which pairs sinonim. Sinonimləri seçirik. Correct doğru, true doğrudur. Empty boşdur, crowded doludur, əksidir. Different müxtəlifdir, same eynidir. Elegant, attractive də cazibədar idi. Elə bu 4 nədir burada? Doğru variantımızdır. Düz yazıb. Belə. Keçək şəklə. One day. Bir dəqiqə burada keçirdim. One. Mən burada heç vaxt yaza bilmirəm də. One day. Ya barmaqlarım köpüt. One day. Mom. And. D hərfini yaza bilsəm. Dad.
yazmaqdan elə. One day mom and dad took their kids. Kids de yaza bilərsiniz. Children, kids to the zoo. Burada 1, 2, 3, 4, 5, 6, 7, 8, 9, 10, 11 sözümüz artıq var. To the zoo. The kids saw their, orada gördülər, yəni keçmişdir. Saw their monkeys, bear, hedgehogs, sonra nə görür burada? Tısbağa vardı, tortoise, yox, kirpi yoxdur. Tortoise, monkeys, bear and their babies. Onların uşaqların, körpələrin gördülər. They were surprised, onlar təəccüblənmişdilər. And they were very happy to be zoo and to see tortoise there. Burada deyə bilərik ki, məsələn üçün ata və ana oradakı heyvanları onlara göstərib izah edirdi. Mom and dad show them animals and explain their characters or names və s. Belə cümlələrdə qura bilərik. Şimdi görək cavab nədir. Növbəti tapşırıqlarımızı da yoxlamaq üçün. Növbəti tapşırıqlarımız isə nədir? Short tekstlərdir. Qısa tekstlərə də baxırıq ki, Dear Jessica, thank you for applying for the job as a lawyer. We would like to invite you for an interview at 11 a.m. on Thursday, September 21st at our office. You will meet with the head of our company, Emily White, and her interview will last for about 45 minutes. If you have any question or wish to change the interview date, please ring or email me by September 12th. Best regards, Sophia Harris, your assistant. Deyə Jessica deyir, təşəkkür edirik deyir, vəkillik üçün bizə deyir, iş başvurusu etmişsiniz və deyir, biz deyir, sizdən deyir, intervyunu deyir, 21 sentyabr 2-ci gün saat 11-də deyir, öz ofisimizdə deyir, dəvət edirik səni. Emily White deyir, sizdən deyir, bizim kompaniyanın rəhbəri deyir, sizinlə görüşəcək. Emily White deyir, sizi təxminən deyir, 45 dəqiqəlik intervyu edəcək. Əgər sən deyir, bizə sualın, hansısa bir sualın və yaxud deyir, intervyu günün dəyişmək istəyirsənsə, zəhmət olmasa mənə zəng edin və yaxud e-mailimə yazın 12 sentyabra qədər. Hörmətlə, Sophia Harris, yəni qəbul asistantıdır. Nə deyir burada indi? The job interview will last less than half an hour. Yarım saatdan deyir, az olacaq. Half an hour, bir saat yarımdan az olacaq. Bunu saxlayaq. Jessica applied for the job as the head of the company. Xeyr, rəhbəri üçün deyə başvurmamışdı. Kompaniyanın rəhbəri üçün başvurmuşdu. Xeyr. Emily White will meet with Sophia Harris if Jessica changes the interview date. Emily White deyir, Sophia ilə deyir, görüşəcək əgər deyir, Jessica dəyişsə, interview günü xeyr də səhvdir. If Jessica has any question, she wouldn't be able to phone or email. Əgər deyir, sual olsa, asistanta zəng edə bilməz. Xeyr, orada axırda deyir ki, mən zəng edim. Jessica is invited to the interview on September 21st. 21 sentyabrda deyir, neynəyəcək? Gəlib, görüşə dəvət olunmuşdu. Bəli, biz baxırıq ki, saat 11 idi, amma sentyabrın 21 idi. Jessica is invited to the dəvət edilmişdir. Ona görə elə variantı doğrudur. 6-cı sualımıza baxaq, tapşırığımıza baxaq. Join our summer camp for kids today. Biz uşaqlar üçün deyir, yay kampına deyir, qoşulun bu gün. We have fun, games, arts and competition. Bizim əyləncəli oyunlarımız, rəsmlərimiz və yarışlarımız var. You can also make new friends here. Siz həmçinin orada yeni dostlar qazana bilərsiniz. There will be a special discount for the second child of the same family. Siz deyir, orada xüsusi endirimlər olacaqsınız. Əgər deyir, eyni ailədən deyir, ikinci uşaq gələcəksə. It is the last day of the singing up. Qeyd olmasının sonuncu gündür. Nə deyir burada da?
Only one child from family is allowed to attend the camp. Yalnız bir dənə uşaq qəbul olunur. Qeyd etmə, xeyr. Əslində ikinciyə şans vermişdilər ki, indirim olsun. Only olanda bir şey demişdik, yanlışdı. Bax, bu variantda yanlışdı. Singing up for the camp will last till the end of the next week. Gələn həftənin sonunacandır qeydiyyat davam edir. Xeyr, burada yazılmışdı ki, last day, sonuncu gündür. The camp provides children with different activities. Bir neçə aktivitelər təqdim edir uşaqlara, qala bilər. The second child of family can attend the camp for free. Pulsuz qazanacaq. Xeyr, discount endirimi vardı. Demirdi pulsuz. Ona görə deyildirsə, discount is for all kids who can participate in the camp. Bütün uşaqlara indirim var. Xeyr. Elə burada da nədir? C variantı doğrudur. Hi Jane, you are invited to my birthday party. Salam Jane, sən mənim ad gün şənliyimə dəvətlisən. It will be on Saturday at 3 p.m. at my house. O deyir, şənbə günü saat 3-də mənim evimdə olacaq. You have to wear a special costume for the birthday party. Sən deyir, özəl deyir, kostyum geyinirsən mənim ad gün şənliyimə. See you soon. Görüşənə də kindly Carla. Carladandır məktub. The birthday party will be held in the restaurant. Restoranda baş verəcək ad günü. Xeyr. The visitor should wear official dress for the birthday. Official rəsmi, special özəl amma burada deyir. Biz nə seçirik? Doğrunu seçirdik. Jane can participate as a party on Monday. Birinci gün deyir, gələ bilər, iştirak edə bilər. Xeyr, şənbə günü idi. Carla will celebrate her birthday alone. Birthday-sin ad gününü təkcə eləyəcək. Xeyr. Jane should wear a specific dress for the birthday. Jane gərək deyir, spesifik, özəl, bax, budur. E variantı burada. Rəsmi yox, spesifik, special. Yəni, E variantı doğrudur burada. Burada səhv yazılıb. Belə. Burada sualları göstərir. Mickey Mouse'un dinləməsi tapıb onu yenidən yükləyə bilərəm. Mickey Mouse nə idi? What kind of TV show was the Mickey Mouse Club? Was it Walt Disney? Mickey Mouse, yəqin ki, burada C variantı olur. Before Mickey Mouse, all cartoon characters were silent. Bütün kartonda məncə bu D variantı doğrudur. Mətinlə Mickey Mouse Club TV show C ola bilər burada. The Mickey Mouse was provided by Walt Disney himself. Özü tərəfindəndir. Some claim Disney's named Mickey Mouse is popular child actor. It was difficult for people to remember the Mickey Mouse. Oscar Award. Oscar qəbul etmişdi mi? Kudun. Burada məncə bunlara da dinləməni dinləsə daha təxmin edib verə bilərik məlumatlarla. Digərlərinin düzgün olması ehtimalı daha böyükdür. Dinləməni tapıb yükləyəcəm.